Əziz izləyicilər, Zəngəzur TV-də xəbər vaxtıdır. Son dəqiqə xəbərlərini sizə mən Nilufər Məcnunu çatdıracaq. Azərbaycan Avropa Siyasi Birliyinin 6-cı sammitində iştirak edir. Mayın 16-sında Albaniya Avropa Siyasi Birliyinin 6-cı sammitinə ev sahibliyi edir. Sammitdə Azərbaycanla təmsil olunduğu bu platforma Avropa qitəsində siyasi və strateji əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Təşkilatın yaranmasında mühüm amillərdən biri də Ukraynada davam edən müharibə fonunda Avropada yaranmış dərin enerji böhranı olub. Bu kontekstdə sammit siyasi dialoqu təşviq etməklə yanaşı ümumi maraq doğuran qlobal məsələlərin müzakirəsi üçün də rol oynayır. Husilər Əl-Təvivinin Ben Gurion hava limanına raket zərbələri indirib. Hərəkata bağlı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriyə açıqlama verib. Raket qüvvələrimiz işğal olunmuş Yəffa bölgəsində yerləşən Ben Gurion hava limanına hiperastas ballistik raketi ilə hücum edib. Raket hədəfinə uğurla çatıb və hava limanının fəaliyyətini təxminən 1 saat dayandırıb. Qeyd edək ki, İsrail ordusu Yəməndən növbəti raket buraxılışının da qeydə alındığını açıqlamışdı. Rusiya ciddi itkilər verir. Rusiya diplomatik çağırışlara baxmayaraq Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. Hazırda fəal döyüş əməliyyatları təxminən 1100 km uzunluğunda olan cəbhə xəttində gedir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski məlumat verib. Düşmən ümumi sayı 640 minə qədər olan birləşdirilmiş qoşun qruplaşmasından istifadə edir. Əsgərlərimiz effektiv müdafiə əməliyyatlarına davam etdirir, düşmənə ciddi itkilər verir, deyə Sirski bildirib.